محمد وآل الذي قال بسم الله الرحمن الرحيم الحمد لله إلى رحمة الله الله رحمة الله سبحانه الله جامع شهيد الله يغفر الله الله مقام الله Yok ben hatta haftada gelişen de sandıram. Ellesi var. Şah sahibi var diye. Kimseyle bilen yalan bu şekilde. Şimdi Allah korusun silbütör getirir ha. İnşallah. Siz bir balacak. Aziz hamdolsun. Biraz bir balacak. O getirip Bugün şəhidimiz Allah'ın evladı Eylül Əliyev Mövlud günü. Bugünkü gündə məhz əvvəla şəhid ailələrini, şəhid analarını, atalarını və burada toplaşan qonaqlarımızı, ictimaiyyət adamlarını, məktəbli dostlarımızı, xalqımızı, elimizi, obamızı salamlayır. Allah sizləri qorusun deyirik. Allah şəhidlərimizə rəhmət eləsin. Bu cavan balalar bayaqdan görürəm ki, o əllərini saxlayırlar, o yorulan əllərinizə də qurban olsun. Allah sizləri qorusun. Var olun, hörmət edirsiniz, saxlayırsınız, gəlib ziyarət edirsiniz. Elnurun valideynlərinə Allahdan səbir diləyirəm. Anasına da, atasına da, yaxınlarına, qohumlarına. Müharibədir. Müharibədə itki də olur, görürsən ki, şikəst də olur, sağ-salamat qaydan da olur. Taleyi müəyyən edən biz deyilik Allahımızdır. Hərəyə bir təqdir, bir qədər yazıbdır. Amma biz bilməliyik ki, ölürük, nə üçün ölürük? Bir amal olmalıdır, bir müqəddəs bir fikir deyək ki, bir etiqadımız olmalıdır ki, ona bağlanmalıyıq. Bilirsiniz ki, bizim uzun müddət bizə qonşu sayılan və düşmənimiz olan erməni ilə neçə illərdir, 30 ildən çoxusu problemlərdir. Və bunu həll eləmək üçün də ordumuzun silaha sarılmasına ehtiyacımız olur. Bugünkü gündə də qəhrəman şəhidlərimizin hesabına bizim 25% torpaqlarımız işğaldan azad edilir. Bugünkü gündə Azərbaycan daxilində demək olar ki, heç bir məntəqədə erməni bayrağı dalğalanır. Bura gəlməkdə məqsədimiz bizim oyun haqqımızdır. Burada heç kim yuxarıdan aşağı kiməsə baxa bilməz. Burada bir səviyyə, bir məqam, bir uca ali bir zirvə var. O da bizim bu məqamda yatan qəhrəmanlarımızdır. Onlara nə qədər ki ömrümüz var, doğrudan da həqiqi mənada mənəvi borcumuz var onlara. Niyə görə? Çünki heç kimin gözləmədiyi bir anda, bəlkə də çoxları ordunun məğlub olacağını düşündüyü bir halda onlar qalib gəliblər. Amma neyinək ki, bəzi evlərimizə bu qələbə sevinci daxil olmadı. Əksinə, indinin özündə də 5 il artıq 5-ci ilə qədəm qoymuşuq, hələ də gözümüzün qabağındadılar, hələ də xəyalan onlara təsəvvür edirik, qəlbən onlarla danışırıq, fikrimizdə də onlarlandır. Böyük əziyyət və çətinliklərə demək olar ki, düçar olmuşuq. Vətən üçün şəhid olan bu əsgəri xəlqi daim xatırlasın, unutmasın. Baxıb qəmli taleyinə mələklər də yaz saxlasın. Həqiqətən hüzünümüz bax bu qədərdir ki, biz bəzən görürsən şeirlərdə də, nəzmlərdə də o mələkut aləmini də gətirib çıxardırıq ki, niyə? Onlar da şəhid üçün yaz saxlayarlar. O elə bir varlıqdır ki, Allah yanında xətirlidir, hürmətlidir. Amma evlər, ocaqlar, soyuq, zülmət, ondan sonra qəmli, qüssəlidir. Qapını açıb içəri girəndə elə gözün axtarır, şəkildən başqa bir şey görmürsən. Bir də qəlbində olan o fikirlər, düşüncələr səni gecə də, gündüz də yorar.
Burada mən inanmıram ki, bu 5 ildə bizim valideynlərdən biri məsələn deyək ki, rahat yatsın. Yuxularımız daha əvvəlki yuxularda deyil. Biz yol gedəndə də, oturanda da, duranda da fikirlərimizdə olardı, onlarla danışırıq. Dünyada şəhidin haqqını vermək olsaydı, bizim şəhidlərdən əvvəlkilərin haqqını Allah ödəyərdi. Deməli, bu dünya həyatında mümkün olan bir şeydir. Bu ahirətlə bağlı bir şeydir. Ki, Allah təbəssüm Allah razı qalmaq üçün nələrdən. Amma bir ölkədə ki, dinə, İslama etiqad kifayət qədər deyil. Orada şəhiddən danışmaq da çətindir. Kimlərisə inandırmaq, nəsə demək, ondan sonra müəyyən şeyləri yerə iadət olunsun ki, yuxarıdan təzyiq olunsun ki, ondan sonra inam olsun. İnsanın qəlbində olmalıdır hər bir şey. Sənə mərd oğullar edər canını qurban, sən yer üzünün cənnətisən Azərbaycan. Sənə oğlumun tağutuna bükülən bayraq, bir daha yenmə səmalarda dalğanan. Sənə yolu torpaq atalardan, babalardan yadigarsan, şəhid qanıyla yoğrulmusan, qəhrəmanlar yurdusan, Azərbaycan, Azərbaycan. Allah elimizi, obamızı, dövlətçiliyimizi, milliliyimizi qorusun. Mənim qardaş bacılarım, Allah'tan şəhidlərimizə böyük məqam, qazilərimizə şəfaət edirəm. Allah ordumuzu qorusun deyirəm. Allah Teala şəhid ailələrinə səbr-i cəmil əta eləsin ki, bu böyük müsibəti bir təhər də olsa dözə bilək, öhdəsindən gələ bilək. Çünki çox çətin olur. Arzusu ürəyində qalan bu gənc əskərin solmuş baharı var vətən yolunda. Bu nakam talihin qısa ömrün adın şəhid yazdılar məzar daşında. Hərdən onunla görüşürük rüyada. Bilirəm işin çətin oldu dünyada. Söz vermişdim qaydacağam, yağışlar, qarlar yağanda. İndi bildim ki bəzən yaşıl yarpaqlar da solarmış baharlarda. Məni bağışla ki, səni gözü yaşlı yaşatdım bu yollarda. Dərdimlə səni də qocaltdım cavan yaşında. Allah şəhidimizə rəhmət eləsin. Bugün qəhrəmanımızın 30 yaşı tamam olur. 30 yaşı. Allah'ın göndərdiyi peyğəmbərlərin əksəriyyəti bol ömür yaşayıblar. Onlardan 3'ü 1000 il və yaxud da 1000 ildən çox yaşayıb. Həzrəti Adəmdir, Nuhdur, bir də unutmuşam bir peyğəmbərdir ki, onlar həqiqətən də çox. Qalanları 1000 ildən 100-200 il arasında ömür ediblər. Məhz 3 peyğəmbər dünyada az ömür sürür. Onlardan biri Süleyman peyğəmbərdir. Süleyman həm peyğəmbər olub, həm də padişah olub. Dünyanın külli xəzinələri ixtiyarında olan bir peyğəmbər 1000 il yaşamadı. Nə qədər yaşadı? 52 il yaşadı. Həzrəti Muhammeddir ki 63 il yaşayır. Və Həzrəti İsa ki dünya həyatı 30 ilə bərabərdir. Yəni